Birinci dəfə xaricə gedəndə 29 yaşım var idi. İsveçə getmişdim. Jurnalistika və demokratiya adlı bir seminar idi. Müxtəlif adamlar gəlirdi, təlimçilər, İsveçin Xarici İşlər Nazirliyindən, qəzetlərdən, televiziyalardan, radiolardan tanınmış jurnalistlər gəlirdilər, seminarlar, təlimlər keçirdilər, maraqlı söhbətlər edirdilər. Bir gün bir yaşlı qadın gəldi. İştirakçılar da hamısı mənim kimi jurnalistlər idi. Yəni 25, 30, 35 yaşında. Keçmiş SSR-nin hər yerindən var idi. Onlar başladılar gülməyə ki, bu yaşlı qadın bizə jurnalistika və demokratiya ilə bağlı görəsən nə danışacaq. Qadın əvvəlcə özünü təqdim elədi, ailəsindən danışdı, həyat yoldaşını təriflədi. Çox yadımdadır, deyildi ki, mənim həyat yoldaşım həmişə hər şeydən razı, üzü gülən bir adamdır, çox yaxşı adamdır. Yenə də hamı fikirləşdi ki, bu bizə nağıl danışır. Sonra bu qadın lövhəyə bir dairə çəkdi. Dairənin mərkəzini qeyd elədi və dedi ki, təsəvvür edin ki, bu dairə sizin həyatınızdır və dairənin mərkəzi sizsiz. Yəni sizin həyatınızın mərkəzində dayanan sizsiz. Sonra o mərkəzin yanında nöqtələr qoydu. Bu ən yaxın nöqtələr sizin valideynləriniz, ən yaxın qohumlarınızdır. Sonra biraz başqa nöqtələr qoydu, bunlar dostlarınızdır. Biraz uzağa nöqtələr qoydu, bunlar tanışlarınızdır. Və dairədən kənara nöqtələr qoydu və bunlar da tanımadığınız adamlardır, insanlardır, hadisələrdir ki, gələcəkdə siz bunlarla tanış olacaqsınız. Açığı, həmin seminardan ən çox yadımda qalan həmin qadının təlimi oldu. Çünki mən 29 yaşında bir qadın, Azərbaycanda böyümüş, təhsil almış, Sovet təhsil sistemində təhsil almış bir qadın. İndiyə qədər heç kimdən belə bir yanaşmanı eşitməmişdim ki, insanın həyatının mərkəzində o özü dayanır. Bunu mənə əvvəl heç kim deməmişdi. Yəni, sən yoxsansa, başqalarının varlığının heç bir mənası yoxdur.